Bir nəfər gəldi İmam Sadiq əleyhissalamın yanına, gecələri namaz qılıb, gündüzləri oruç tutan bir şəxs idi. Dedi, ağa, görəsən mənim oruc namazım qəbuldur, mən çox narahatam, biləm, görəsən, uca Allah mənim ibadətlərimi qəbul eləyəcək, yoxsa yox. İmam əleyhissalam bir kəlmə buyurdu, hamımız o kəlməni qulağımızda sırğa edək. Gördüyümüz iş dərhal o hədisi gözümüzün önünə gətirək. İmam əleyhissalam buyurdu ki, bax əməllərinə, əgər sənin etdiyin bu əməllər Qur'anın buyurduqlarına uyğundursa, deməli qəbuldur. Əks halda qeyri-məqbuldur. Qur'anda nə buyurur? Namazı qılırsan, deyir, ixlasla qıl, tənbəlliyin eləmə. Orucu tutursan, oruc səndə təqva yaratmalıdır. Yoxsa həm orucu tutursan, həm də niyyətində pis-pis şeylər fikirləşsən, kiməsə tələ qurasan, badalaq atalasan, söyüş söyəsən, qeybət eləyəsən və s. və ilaxır, deməli sənin imamın dediyi hədis budur ki, sənin elədiyin bu ibadətin zərrə qədər Allah yanında bir faydası yoxdur. Həmçinin oruç tutmaq insanın şəhvət olovunu söndürər. Şəhvət ümumi mənadadır. Məsələn, bir insanın vara, dövlətə həddindən artıq həris olmağı da şəhvətdir. Və sair, dünyaya həddindən artıq bağlılıq özü də şəhvətdir. Peyğəmbər əleyhissalam mübarək kəlamlarının birində oruç tutun, oruç sizin şəhvətinizin qarşısını alar deyə buyurmaqdadır. Əgər orucu tuturuq, niyyətimizdə daha da dünyaya bağlılıq fikirləri çoxalırsa, yüksəlirsə, deməli orucluğun bizim təqvamıza, mənəviyyatımıza bir o dərəcədə də təsiri olmayıbdır.